Salam dəyərli şagirdlər, 75-ci sualın həllinə baxaq. Bizə verilən bu ifadə deyir olarsa, verilən ifadənin qiymətini tapın. İlk öncə x kvadrat çıxılsın 4x plus 7-ni biz tam ifadəni belə deyək də kvadrata tamamlamaqla sadələşdirək. Burada x kvadrat minus 4x plus 4 plus 3 kimi qeyd edə bilərik 7-ni. Düzdürmü? Burada indi diqqət etsək, alınan düstura baxsaq, bu bizdə x çıxılsın 2-nin kvadratı, üzərinə gəlinsin 3 ifadəsini verir. Və bizdə x-in qiyməti var. Gətirib yerinə yazıb tətbiq etsək, olacaq 2 plus kök altda 7 minus 2. Bu ifadənin kvadratı, üzərinə gəl 3. Burada fikir versək, islah gedənlər var. Qalır kök 7-nin kvadratı, üzərinə gəl 3. Kök 7-nin kvadratı bizə nə verəcək? 7 plus 3 bərabərdir 10.